Əbədi yaşamaq Allahı tapanlara xas olan bir mükafatdır. Sözsüz ki, bunu dərk eləmərik. Rəhman və Rəhim olan Allahın adı ilə. Şəhid Abdullazadə Həsən ağanın evinə gəldik. Gəldik ki, bəlkə onu biraz daha yaxşı tanımış olarıq. Allah bizi bu şərəfə layiq bilsin. Gəlin Həsən ağanı birlikdə tanıyaq. Salamlayırıq sizi. Şəhid atası olaraq, sözsüz ki, şəhid ataları öz övladları ilə nə qədər qürur duyurlarsa, biz də həmçinin şəhid ataları və ailələri, həmçinin şəhidin özü ilə qürur duyuruq. Xoş gəlmisiniz. Təşəkkür Mən edirəm. bir şəhid atası olaraq sizə, öz Həsən ağanın atası olaraq sizə minnətdarlıq eləyirəm. Səmilə ana, salamlayıram sizi. Xoş gördük. Sağ olun, xoş gəlmisiniz. Çox sağ olun. Bu çəkilişi necə deyərlər, belə bir ki, mənim bir arzum var idi həqiqətən də. Mən heç kəsə demədən, heç kəsdən istəmədən siz təşrif buyurdunuz bura, bu evə. İnanın ki, mən bunu elə bil ki, öz içimdə, öz qəlbimdə istəyirdim. Elə bir sözlər var ki, bugün artıq bu 6 ilin ərzində ağla sığmayan mesajlar elə bil Həsən ağadan almışam ki, özümə aid olan şeydir. Amma onu insanlarla bölüşməyə hətta ehtiyat eləyirəm ki, yəni heç kəs inana bilməz də buna. Ana, oğlunuzun uşaqlığından, uşaqlığı dönəmindən ta bu yaşa qədər sizi təsirləndirən ən çox hansı xüsusiyyət olmuşdu? Oğlumu bilmirəm, bəlkə də bilirsiniz, mənim evladım təkdir. Mənim 5 dənə evladım olub. Həsən ağa olan ortasıdır. 2 dənə Həsən ağadan qabaq, 2 dənə Həsən ağadan sonra tələf olub. Həsən ağa mənə Allahın ən gözəl neməti idi. Həyatımda deyə bilərəm, Allahdan mənə verilmiş ən böyük mükafat idi. O, uşaqlığından qeyri-adi uşaq idi. Mən uşaqlığından deyirdim ki, Həsən ağa təkdir. Mənim balam təkdir. Məni tanıyanlar hamı deyirdi ki, hə də təkdir də. Amma onlar mənə başa düşmürdülər. Mən başa düşmürdülər ki, mən öz evladımda qeyri-adilik görürdüm də. Çünki ana bilir də evlad nədir. Hiss edir. Məsələn, çətinliyimiz olardı. Həsən ağa o çətinlikdən elə qürurla mənə eləyərdi ki, yəni ana narahat olma da, hər şey düzələcək, hər şey olacaq. Yəni o qədər onda pozitiv enerji var idi, o qədər mənə bağlı bir uşaq idi. Mən 27 yaşına qədər bir dəfə görmədim Həsən ağa mənə bir bəkdən cavab versin. Bunu bilənlər bilir. Bu məqam ucaqdı onu. Hə, bax, o qədər necə deyim, belə razı evlad. Mən ana kimi hərdən deyirdim ki, mən balam üçün bunu eləməmişəm. Yəni onun əziyyətini çəkirdim. Ancaq o mənə isə elə bir şey eləyirdi ki, yox ana, hər şey yaxşı olacaq, hər şey gözəl olacaq. Yəni o evlad, ondan böyük mükafat yoxdur ki. Bəli. Ondan böyük mükafat yoxdur. Və valideynin razılığını qazanmaq hətta. Mən yəni bilirsiniz necə bəlkə də adi şeylər yaşamışam onunla. Mən Həsən ağa ilə 27 il yaşadığım, mənim yanımda olan hər saatı, hər dəqiqəsi beynimə həkk olunub. Həkk olunub. O 8 il Bakıda oxudu. 6 xadını yanıma gələndə hər 6 xadını mənə bir sürpriz eləyərdi. Yəni onun həftəliyindən heç nə də eləməsəydi, cibində bir dənə ağ bilet, şokolad mən üçün gətirməli idi. Yəni o yorğun gəlib hərbidə oxumaq hasatdır da. O 2 gün içində dedi, ana sən üçün nəsə eləyim. Sən üçün bir dənə gül əkim, sən üçün bir dənə bağça salıb. Hətta onlara da çatdırmasaydı, meyvəni elə gözəl bir salat elə mənim qabağıma qoyardı ki, yəni bir şey yaşadardı da mənə. Yəni o uşaqdan kim narazı olar? Ana qəlbi ilə oğlunuzun şəhidliyini hiss etdiyiniz ilk anı necə xatırlayırsınız? Bu çox çətin sualdır. Elə bir ki, oktyabr birisi danışdıq. Gəncədə ailəsinin yanındaydım. Biri axşamı yuxuda gördüm. Yuxuda gördüm ki, gəlib ayağını çəkir. Deyirəm ki, Həsən ağa nə olub sənə? Deyir ki, ana, içalatım ağrıyır da, yəni göstərir mənə yarasın. Öz səsimə ayıldım. Səsimə ayıldım. Həmin günü saat 9-da şəhid olub.
Həsən ağa 7 il ali hərbi məktəbdə oxuyub, 7 il də ali məktəbi bitirdikdən sonra hərbidə zabit işləyib, 14 il eləyir. Mən və anası bu 14 il ərzində demək olar ki, biz Həsən ağanı çox az görərdik. Yəni çox vaxtı telefonla, səsi ilə yaşayardı. Bu gün 14 il ərzində Həsən ağanın oxuduğu, işlədiyi müddət çox az görərdik. Artıq mən bu gün Həsən ağanı indi daha da çox görürəm, çox hiss eləyirəm. O vaxtlar Həsən ağadan ala bilmədiyim o həzzi, ləzzəti bu gün alıram. İnanın ki, elə bu fikrimi bölüşməyə sizin kimi bir insan axtarırdım. Siz də Allah göndərdi bu qapıya. Həsən ağa 112 gündən sonra bizə təhvil verildi. Amma mən onun hər şeyini yuxuda gördüm. Onun şəhid olmayın, onun aparılmayın, onun orada olarkən narahat olmayın. Hər şeyi anan yaşadım. Amma çətin idi qəbul eləmək. Həsən ağa artıq bugün bizləndir. Demək, mən belə başa düşürəm ki, bu 6 il müddətində artıq Həsən ağa da orada Allahla öz arasında öz imtahanını verdi. İndi başa düşürəm ki, o imtahanın bitirdiyinə görə artıq Həsən ağaya nələr orada Allah tərəfindən hədiyyələr bəxş olunmuşdusa, Həsən ağa həmin o hədiyyələri demək olar ki, xərcləyir. Yəni danışdıqlarım demək olar ki, heç yerdə bəlkə yazıda heç sizə rast gələ bilməzlər. Yazılmamış bir şeylərdir. Çünki bunları mən öz yaşadıqlarımdır sizə danışıram. Həsən ağa bugün inanın ki, o müharibədən öncəki Həsən ağadan qat-qat bugün Həsən ağa qat-qat canlanıb mənim gözümdə. Bəli. Olduqca. Çünki artıq Həsən ağa onu sübut eləyir. O eləyir, mən də bir atası, valideyn olaraq mən də onu görürəm, şahidi oluram. Sonradan mənə deyirlər ki, biz hiss eləmədik ki, sən anasan. Yəni, o vəziyyətlərə yaşamadın da. Çünki mən Allahla əhd eləmişdim ki, Allah mənə balamın kələfini açdı. Bu kələf uzandıqca Allah bəlkə də bizi imtihana çəkirdi. Məni dizin özünə gətirdi Allah ki, yəni budur da, bu. Bax, belə bir şey. Mən o şəhidliyi hər cürəsini gördüm. Onun yaralanmayın, onun necə götürməklərini, hamısını mən hissə yaşadım. Axırı da Allah məni özünə gətirdi ki, yəni sənin evladın şəhiddir. Xoş halına ki, valideynlərinin həqiqətən razılığını qazandı. Xoş halına. O elə şəhid idi. Elə həmin dönəmdə şəhid olub. Allah onu mənə bir nemət verib. Və mən əvvəllər Həsən ağadan sonra çox pis vəziyyətlərə qaldım da. Onu da qəbul eləyə bilmirdim. Çox indikindən uzaq, çox üsyan elədim. Çox belə pis vəziyyətlərə düşdüm ki, niyə? Niyə Allahım, sən mənə onsuz da bunu zülmlə vermişdin də bu evladı. Yəni bunu mənə yer-göyə birləşmişdi hətta ki, mən onun sahibi olmuşdum da. Amma sonradan başa düşdüm ki, bir gözəl kəlam var. Deyir, verdiyinə şükür elsən və aldığına niyə şükür eləmsən? Mən həm verdiyinə şükür eləm, həm də çətin də olsa indi var ha. Onun zirvəsinə şükür eləm. Deyir, o kişilər ağlamaz, amma mən heç də onunla razı deyirəm. Amma bugün mən deyirəm ki, mən nəyə görə o depresiyalara düşdüm? Mən 6 ay nervi psixoloji xəstəxanada müalicə aldım Həsən ağadan sonra. Yəni mən bugün bunları görəndə deyirəm ki, mən nəyə görə mən o səhv addımları o vaxt atdım? Niyə mən anlamadım? İndi tamamilə fərqli bir düşüncə. İndi tamamilə fərqlidir. İnanın ki, bar bağırmaq istəyirəm bu insanlara ki, vallahi belə danışmayla yox, belə qəlbimi açmaq istəyirəm. Elə bil ki, o içəridə olan yazılar var ki, gəlin oxuyun, görün nələr var. Mən onu bilmirəm, kimsə nədirsə, onu özümdə hiss eləməsəm mən yaşamaram. Mən yaşamaram. Həqiqi indi yaşadığını hiss edirsiniz ki, nəinki əvvəl. Mən onu necə, qabaq məsələn o 8 il oxuyub 6 il xidmət edib də 14 yaşından biz
olmuşuq. Bakıda yaşayıb həftədə görüşmüşük. Sonra işləyən vaxtı ayda 2 dəfə ya 1 dəfə telefonla hər gün. Amma indi ondan da yaxın hiss edirəm. Bu gün bilirəm ki, həqiqətən də bunlara Allah istədiyim verir. Bəli. İstədiyim verir. Bir neçə dəfə mənim yuxuma gəlib, deyib, ata, mən sağ-salamatam. Yəni, mən o Həsən ağa qayıdıb demişəm, Həsən ağa, yəni necə olur ki, sən sağ-salamatsan, mən səni özüm öz əllərimlə qoymuşam, torpağa bastırmışam. Bəli, Sən bəli. necə mənə deyirsən ki, mən sağ-salamatam? İnanın ki, o mənə sözlə cavab vermədi, belə bir məna ilə elədi, bir məna ilə bir ki, yəni bu nə düşüncəsiz fikirdir də siz danışırsınız. Mən yəni orada döyürəm də, mən Bəli, sənin o sizin düşündüyünüzdən daha torpağa bastırdığın yerdə döyürəm. Bəli. Mən artıq bəli, hər yerdəyəm. Yəni belə bir şey də nə deyim sizə, mən indi bunu Bizim Bakıda gördüklərimiz budur. Həqiqətdə sözsüz ki, şəhidlərin məqamı olacaqdır. Həsən ağanın hər addımı ilə qürur duyurdum, hər kəlməsi ilə. Nə bilim, vallahi mən onu görəndə onun arxasıca həmişə bunu düşünərdim ki, İlahi, sən mənə nə vermisən? Bu nədir? Bəli. Həmişə mən bunu düşünmüşəm ki, Həqiqətən. İlahi, sən mənə nə vermisən? Bəli. Mən Elə onun böyük Həsən ağadan nemət başqa verir ki. mən heç bir şeydə Allahdan istəməyə ümumiyyətlə mən utanırdım. Yəni Allahdan oyanası yoxdur da. İnsan nə istəyirsə ilk növbədə Allahdan diləməlidir. Mən hətta onu da utanırdım ki, mən Allahdan nəsə bir şey özüm üçün istəyib, ehtiyat eləyərdim Allahdan nəsə istəməyə. Haqqında çox gözəl təəssüratlar həqiqətən biz eşitmişik bu şəhid barəsində. Düzdür, necə buyururlar ki, şəhid olmaq üçün şəhid kimi yaşamaq lazımdır. Bəli. Həqiqətən belədir. Elədir. Yəni şəhid kimi hər zaman hazır olmalısan, hər zaman gözü açıq olmalısan, Bəli. ayıq olmalısan. Bəlkə də o qədər insanlar arasında da hal-hazırda diri şəhid kimi gəzənlər var. Biz bəzən təsəvvürümüzdə belədir ki, hardasa dünyasını dəyişər şəhid olar, amma doğrudan da insan elə canlı şəkildə dünyada şəhid kimi istəsə yaşaya bilər. Bir çox xüsusiyyətlərindən qeyd olunubdur oğlunuzun ki, o necə bir övlad olub, Bəli. hətta valideyninə qarşı və ətrafına qarşı. Demək ki, hər zaman ayıq, hər zaman Allahını görən olub. Bu şəhidlik məqamı da elə belə, yəni insanlara verilməz. Çünki bu Quranda açıq şəkildə zikr olunan bir məqamdır ki, Allah seçdiyi, sevdiyi bəndələrə verir. Səmimi olaraq bunu deyirəm. Yəni bu gün əgər Həsən ağa, mən bunu dəfələrlə demişəm, birinci dəfə deyil bu sözü mən işlədirəm. Həsən ağa əgər bu müharibədə iştirak eləməsəydi, yəni qismət olmasaydı, eləməsəydi, ya şəhid olmasaydı o müharibədə, yəni ya biz Allah uzaq eləsin, məğlub olsaydı o müharibədə, mən bu gün ümumiyyətlə mən insanlar arasına çıxmazdım. Bu utanc olardı mən üçün bir valideyn kimi. Həsən ağa mənə hər bir şey verdi də şəhid olandan sonra. Hər bir şey verdi. Mənə Həsən ağa necə deyirlər, bir rütbə verdi. Satılmayanda belə bir şey mənə bəxş eləyib ki, o satışda yoxdur da. Həqiqətən də bir valideyn övladından razıdırsa, xoş Çox, olsun. çox, O çox, övladın halına ki, həqiqətən Quran da bunu zikr Çox edir ki, razıyam. valideynlərə qarşı necə olmaq Bəli, lazımdır. böyük bir hədiyyə bəxş elədi. Olduqca böyük. İstər burada, istər axirət dünyada. Bir ata olaraq, ata adətən evladının biraz öncəsini də görə bilir də. Yəni o evladın davranışından, onun hərəkətindən görə bilir. Mən Həsən ağanı həqiqətən də, yəni onu mən bu gün bənzədə bilmirəm. Məsəl üçün bir generala. Yəni o qədər üstün düşünürdüm. Generalı mən balaca bir şey bilirdim də, yəni Həsən ağa üçün. Ha, mən demək yanılmamışam da. Mən həqiqətən də bu gün mənə bəlli olub ki, mən doğrudan da mən düzgün düşünmüşəm. Mən yanılmamışam. Bunlar bir xalqa bir nümunədir də. Bunlar gəncə bir nümunədir. Onu görürdüm də, yaşayırdım da, yuxuda onu hər şeyin, hətta özü mənim yuxuma girib deyirdi ki, ana mənə çox şey lazımdır. Özü o rahatlıq istəyirdi də, onun gəlib torpağa qovuşmaq vaxtını istəyirdi. Onların hamını bir-bir yaşadım. Amma necə deyim sizə, elə bir ki, üsyan eləyirdim də, yəni ki, mən o vəziyyəti necə yaşayırdım, onu bir Allah bilirdi. Bir də mənim yoldaşım bilirdi, mən nə yaşayırdım da. Mən iynəyə sap olmuşdum o 112 gün içində. Oktyabrdan yanvar ayında 14-ü dəfn olunub. Yanvarın əvvəllər Allaha yalvarırdım ki, nəfəsimi nəfəsi ilə dəyiş.
Bir dənə hiss eləyim ki, Həsən ağa sağdır, mənim canımı al. Sonra gördüm ki, yox, bu olmur da. Yanvarın 7-si sübh namazında o qədər Allaha yalvardım ki, İlahi, mənə bir dənə balamı veri, kələfin at. Bu kələfi at, nə verirsən ver qabulumdur. Hətta şəhid də olsa, nə səsimi biri eşidəcək, nə üzümü cıracağam, nə də kimsə məni görməyəcək də mən üsyan eləyəcəm. Namazdan sonra məni yuxu apardı. Yuxuda gördüm ki, Lənkəranda bacım mənə deyir ki, Lənkərana 2 şəhid gəlib, birincisi yox, ikincisi Həsən ağadır. Həmin günü Allah mənə onu açdı, göstərdi ki, Həsən ağa şəhiddir. Mən həyətimizin başına getdim, qapıya qədər qışqırdım. Heç kəs mənim səsimi eşitmədi. Dediyim kimi də elədim. Həsən ağanın gözümün qabağında dəfn elədilər. Mən ancaq sakit-sakit laylay çaldım. Anacan, onun adını eşidəndə qəlbinizdə ilk hansı duyğu oyanır ta balacalığından bu yaşa qədər? Məni tanıyanlar hamı bilir ki, mən onu gözümdən qoymurdum da, yəni hətta o hərbiyə gedəndə dedilər ki, bundan necə hərbiçi çıxacaq ki, bu uşaq elə ananın ətəyindən yapışıb ananın qucağında. O qədər başqa cür münasibət vardı içimizdə. Belə doluydum da ondan. Yəni həyatda deyirdim, Həsən ağa varsa fisodu tutardı. Mənə heç nə lazımdır. Kasıbçılıq olsun, yoxluq olsun, həyatda heç nəyə əvvəldən olmayıb da, yəni pula, qızıla, heç nəyə gözümün ucu ilə baxmamışam ki, Həsən ağadan başqa hamı boş şeydir. Hamı boş şeydir. Bax, indi də qəribə də olsa deyəcəm, mən o həyatı yaşayıram. İndi fisat mənə milyon versələr gözümün ucu ilə Yenə də baxmaram. varlığı kifayətiniz. Hə, gözümün ucu ilə mənə maraqlıdır. Bax, mən bu yaşadığım evdən ölən günümə kimi çıxmayacağam. Çünki mən burada Həsən ağa ilə yaşamışam. Mən gedim indi başqa yerlərdə yaşamayı heç vaxt özümə sıxışdırmaram. Çünki mənim aləmim başqa cürdür də. Yəni, mən onunla nə yaşamışamsa, ondan üstünü istəmirəm. İndi mənə kim nədirsə desin. Həsən ağa ilə necə yaşamışamsa, o cür yaşamaq istəyirəm. İndi onunla da başqa cür yaşamaq istəyirəm. Necə? Mənlə yaşamaq, mənəviyyatla yaşamaq istəyirəm. Belə, məsələn, ayağımı atanda deyirəm ki, bu balamın xoşuna gələr. Ayağımı qoyanda deyirəm ki, balam bunu bəyənərdi, mən də bunu bəyənməliyəm. Yəni, o sərhəddən çıxmaq istəmirəm. Onun adının, onun necə deyim, ucalığının sayəsində yaşayıram. Özümüz Lənkəranda dini evdə böyəlmişəm. Mən gözümü açanı, atamı namaz qılan görmüşəm. Həsən ağanı da mənə Allah zülmlə verdi də. Yəni, onun gəlişi də deyirəm də, atam, qaynatam onun dünyaya gəlməsi üçün Məşədi ziyarət edib gediblər ki, bir dənə bunların evladı olsun. Onun varlığı məni həmişə dünyanı ən eləyib də, yəni dolu insan eləyib, varlı insan eləyib, imkanlı insan eləyib də, mənəviyyat cəhətdən demək istəyirəm. Şəhid olandan sonra, mən düzün deyəcəm də, yəni çox pis vəziyyətlərə qaldım, çox pis. Durum deyim ki, hətta bilirsiniz necə, elə bil üsyan deyim, belə həyata küskün deyim. Çünki mən 2 gözlərimdən kör oldum, əməliyyatlara düşdüm. Hər şey deyirdim ki, Allah, hətta onun qəbul eləməmişdən qabaq deyirəmə bəyək dedim sizə, mənə yuxuda onda Allah açdı ki, mən ona tam yaxınlaşdım. Həmin günü mənə dedi ki, Həsən ağa şəhiddir. Amma sonra pis vəziyyətlərə düşdüm. Amma sonradan hətta dəfn günü özümə qəsd eləmək istədim. Yoldaşım mənə allatdı, apardı, amma mən bilirdim. Mən bir həftə idi yuxumda görmüşdüm ki, Həsən ağa şəhiddir. Gəlişim məndən gizlətdi. Bütün məğrəbəni burada qonşulara yığdı. Evə heç kəsi qoymadı ki, gör mən bilməyim. Amma mən bilirdim, mən səhər hara gedirəm. Hara gedirəm. Mənə dedi ki, şəhid gəlib papalına gedəcək, baxacaq. Həsən ağa olsa sənə göstərəcəyəm. Mən gedəndə özümdə ən güclü dərmanlar alıb saxlamışdım. Onları götürdüm ki, bir dənə ancaq ona dedim ki, məni Həsən ağadan ayırmayasan.
ki mən oradan çıxım, sonra özümü şey deyim, mən gedim ona. Beynim çönmüşdü də. Fəxri Xiyamanın qapısında onlar evə gəlirdilər, pal-paltar götürməyə, rayona çıxırdıq. Mən ona dedim ki, mən gəlmirəm, məni burada saxla, sən ged evə. Fikrim o idi ki, bunları yayındırım, mən dərmanları atım. Sonra qutardı, həyat mənim üçün qutardı da. İki bacısı yanımdaydı. Başım aşağı fikirləşirdim, bunları özümdən necə uzaqlaşdırım. Ağlım belə işləyirdi də. Həmin vaxtı bir nəfər mənə dedi ki, ana. Ana deyəndə başımı qaldırdım. Gördüm ki, gözümün qabağında bir oğlan uşağı. 20-21 yaşında ancaq olardı. Bax, Həsən ağanın paltosu var, qara palto əynində, sifət də tərtəmiz. İnan Allaha, başımı qaldırdım, baxıram buna. Bu yenə dedi ana, ana deyəndə dedim sən kimsən? Həsən ağanın dostusan, başım belə eləyir, yox. Kurs yoldaşsan, deyir, yox. Sinif yoldaşsan, deyir, yox. Deyirəm, əskərisən, deyir, yox. Qalmışam, bəs sən kimsən də? Gözünün yaşı tökülür uşağın. Bax, indi onun milyonun içində görsəm, tanıyaram o uşağı. Dedim ki, dedi, ana səni qucaqlaya bilərəm. Qucaqlayaram, bilərəm deyəndə, bu məni sıxdı. O necə Həsən ağa məni qucaqlamırdı. Bilmirəm, o hissi necə deyim, onu hiss elədim ki, elə bildim, o mənə deyir ki, ana mən sənnənəm. Onda elə bir ki, yatmışdım, ayıldım ki, mən neynirəm? Mən özümə qəsd eləsəm, mən balama qovuşmayacağım. Ömürlük qovuşmayacağım. Onda ayıldım. Heç kəs də bilmədi. Mən o dərmanları atdım. Ondan sonra dik durmaya çalışdım. Oğlumu canlı yaşayıram. Bunu mənə, bəlkə məni necə başa düşərlər, desəm başqa cür çıxar. Mən oğlumu yaşayıram. Yaşamasam, mən onu başqa gözlə görsəm, mən yaşamaram. Çünki mənim yaşamğa səbəbim odur. Mənim o həyatda ən gözəl, deyirəm də, Allahın mənə ən gözəl lütfüdür. İndi isə elə bil mən əvvəlki yaşadığım həyatı indi isə başqa cür yaşayıram. İndi deyirəm, bayaq dedim, atdığımı atanda deyirəm, mən kiməm? Mən kimin anasıyam? Mənim oğlum nə edirdi? Məni necə görmək istəyərdi? Yəni, mənə çox adam belə eşidirəm, deyirlər ki, bu ana necə yaşayır da, yəni, bu boyda, dağ boyda qalıb da tək. Yəni, onların gözündə mən təkəm də, yəni, mənim bəzi insanlar hətta üzümə də deyir ki, sizin sonunuz bitdi də, sizin soyunuz yoxdur, damamsız yoxdur. Mənə qəribə gəlir, inanın qəribə gəlir. Axı, mənim o cür oğlum var, mən gedəcəm, ona qovuşacağam, əbədi həyatı yaşayacağam. İstəyim budur. Anacan, şəhid analarına və övlad böyüdən analara nə mesaj vermək istəyirsiniz? Mən şəhid analarının çoxuna demişəm, çoxuna da yaxınlarıma deyirəm ki, biraz böyük analıq çıxmasın. Deyirəm, mənə baxın, eləsi var, evladı var, eləsi var, nəvəsi var. Deyirəm, siz şükür edin. Mənə baxın, mən necə dik durmaya çalışıram, necə qürurla gəzirəm. Düzdür, mənim bir dənə sözüm var, bunu həmişə demişəm. Mənim sinəmdəki yaranı balam açıb, balam da bağlayacaq. O yara toxunulmazdır. O yara için işləyən yaradır. O yaranı balam açıb sinəmdə. Balamdan başqa onu heç kəs düzəltməyəcək. O da qovuşanda. Qovuşmaq üçün nə etmək lazımdır? Ona layiq yaşamaq lazım. İndiki analara isə deyərəm ki, evladınızı sevin, onları belə gözəl tərbiyələndirin. Mən Həsən ağa ilə biz necə danışırdıq biz? Bunu bilənlər bilir. Göz ucu biz bir-birimizə baxanda bir-birimizi başa düşürdük. O qədər baxışla. Məsələn, bir məclisdə otururduq, qohum əqrəbanın içində. Xoşu gəlməyəndə bir dənə mənə baxırdı, deyirdim, hə, bala, gedək. Bax, bu hissi arzulayaram təzə valideynlərə, evlad böyüdənlərə. Dost olmaq, sevgi, onlara belə yaşamaq, evladı yaşamaq lazımdır. Evladı acıqlanmayla, evladı qorxuyla, evlada eləmək olmaz. Evladı gərək evlad kimi yaşayasan. Mən o 27 il o qədər dolu evlad istəyinlə yaşamışam.
o mənə o dünyama da bəs eləyəcək. İnşallah o dünyada da qovuşacam. Yəni bu bir var oxuyasan, bir var bunu yaşayasan. Bəli. Bu gənclər də yaşadı bunu. Yəni bunu gənclər də oxumadı, yaşadı. Sadəcə olaraq onlar onu bizim kimi bir valideyn olaraq yaşamadı, amma onlar da yaşadı. Yəni Yaşadı. xoş hallarına ki, onlar canlı bir həyatı yaşadılar. Yəni onlar Bəli. bu gün mən görürəm əksər cavanlarda, gənclərdə mən bu gün o qədər mən ədəb, ərkan, onlar bu müharibədən sonra, bu şəhidlərdən sonra onlardan Bəli. bəli bu görürsən aşkarlanan bir nə deyim tərbiyə. Hökmən deyirəm mənim qardaşım olsun, mənim bacım olsun, ya əmim oğlu olsun, mən bunu seveyim, yəni çox seveyim. Biz hamımız bir-birimizi sevməliyik də, tanıdıq, Bəli. tanımadıq. Düz. Gənclərə də mən bunu arzu edirəm də bilirsiniz. Bəli. Yalnız sevgi olan yerdə heç vaxt yəni biz düşmənə nə məğlub olmarıq, nə bizim torpaqlarımızı zəbt eləməzlər. Yəni biz sayılıb seçilən bir xalq olarıq, necə ki varıq. Bəli, bəli. Dillər acizdir. Şəhidlik barəsində nə isə vəsf eləsin. Niyə görə acizdir? Dil elə həm vəsf elib, həm də o dildən günah da eləyə bilir bəşər. Amma yeganə pak olan kitabdır ki, Qurani-Kərimdə gözəl şəkildə şəhidlər vəsf olunubdur, şəhidlər barəsində zikr olunub. Ona görə də bizə düşən nə isə edə bilərəmmi deyə bu yola çıxmışıq. Allah bu yolda sizə yaxşı olsun, arxıç olsun, yolunuz uğurlu olsun. Çox sağ olun. Allah inşallah ki, bütün şəhidlərin şəfaətini hər birimizə qismət eləsin. Allah inşallah ki, Kərbəla şəhidlərindən İmam Hüseyn əleyhissalamla şəhidlər sərvəni ilə məhşur eləsin. Hər birimizi də bu yolda müvəffəq eləsin ki, onların balaca da olsa şəninə yaraşacaq nə isə eləyə bilək, nə isə işıqlandıra bilək. Təşəkkür edirəm. Sağ olun, Allah razı olsun. Gəldiyinizə görə sağ olun. Müvəffəq Biraz olasınız. danışdım, ürəyim boşaldı. Allah köməyiniz olsun. Təşəkkür edirəm ana. Təşəkkür edirəm Sağ olun. sizə Şakir müəllim. Həqiqətən sizlə, övladınızla və bütün şəhid ailələri ilə qürur duyuruq. Allah bütün əsgərlərimizi salamat eləsin, heybətlərini düşmən üzərində bol və qələbəli qərar versin. Allah razı olsun sizdən də.